Demək Nazlı otaqdadır. Gülü ilə danışdı qutardı. Yığ indi sən Nazlını mikrofona qoy. Valla gözüm görmür. Bax gör düzdür. Az yaxşı şiddi eləməyin, yığ görək. Şiddi deyil. Burada istedad ölür istedad. Alo. Mikrofon. Alo. Denən qız uşağın dükanında nə iş var? Salam, kim idi? Salam qızım. Mən əmi bu aşağı məhəllədən həmişə sizin dükana gəlirik xala. Başına dönüm, qatıq alırdım, elə yarım litrlik. O xalayam. Qadan alım, eşitdim, xeyir işim var. Dedim ki, zəng vurun bir xeyir dua verim. Amma qadan alım. Nə amma? Amma başına dönüm, sən pis sözüm var. Sənin bu nişanlandığın gədə var ha, o mənim əvvəl nəvəm istəyirdi. Qadan alım, elə nəvəmi fırlatdı ki, bugün gələcək, sizə elçi sabah gələcək, bugün gələcək, sabah gələcək, gəlmədi. Fırlatdı mənim yazıq balamı, qoydu cəz ortada. Bütün kənd hamısı bunu bilir. Hamı mənim uşağımı barmaqla göstərir gedəndə. Qadan alım. Uşağımı təhqir elirdi, döyürdü. Yazıq nəvəm, bir dəyəri bir sümük qalmışdı. Elə gülə düşmüşdü yazıq uşağım. Neçə dəfə az qala ölümlə dönübdü. Yəni deməyim odur ki, belə fitnə fəsad adamlardan uzaq dur qadan alım. Yazıqsan ay balam. Düz deyirsən ay xala, belələrindən uzaq durmaq lazımdır. Deyirəm, utanmırsınız da. Ay qız bir zəng eləndə heç olmasa bax gör öz nömrəni düşür yoxsa yox. İş biliblər mənim üçün. Sən gizli nömrəni yığmamışdın. Uşaq, batdıq biz. Ay külümü qoyum sənin başıva. Hər şeyi batırdın ey. Ay shit. Of. Sənə göstərdim də deyərdin.